Yay gəldisə bu salatı hər gün mütləq hazırlamalıyam. Əsasən ət, toyuq yeməklərinin yanına yaraşan ləzzətli bir salatdır. İsti təndir çörəyi ilə təndirdən çıxar-çıxmaz təzə sarımsağı təndir çörəyinə sürtün və həmin o pomidor sosuna batırıb ləzzətini dadın. Bu salatın yemək qaydası ilə əlinizlə xırçıltılı çörəyi batıraraq yeməlisiniz. Bu salatın olmazsa olmazı pomidordur. Pomidor seçimində isə yanılmamalısınız. Belə şirəli, ləzzətli pomidor seçməlisiniz. Bu pomidorun qoxusunu, ləzzətini, dadını sizə sözlə ifadə edə bilmərəm. Bilirəm ki, aranızda mənim kimi bu pomidoru sevənlər çoxdur. Bəs sizcə bu ləzzətli pomidor hansı bölgəmizə yetişdirilir və adı nədir? Təzə soğanı və bibərləri də bu formada doğrayıb əlavə edirik pomidorların üzərinə. Yəqin ki, tərəvəzləri doğrama formama diqqət etdiniz. Məncə daha ləzzətli olması üçün elə bu formada doğramaq lazımdır. Üzərinə sarımsaq, duz, biraz da istiot əlavə elədim. Əlcə ilə pomidorun şirəsi, bibər və soğana qarışana qədər qarışdırın. Görəcəksiniz ki, artıq bu ləzzət öz suyunu buraxmağa başladı. Tam çörəyi batırmalıq. İndi siz bu salatın yanında kartof qızartması, kabab, balıq və yaxud da toyuq təsəvvür edin. Yayda ən sevdiyim salatlardandır. Heç yanında nəsə olmasa belə mən bunu bəhbəhlə yeyirəm. Bəs siz necə? Fikirlərinizi mütləq yazın.